2. 4-cü Oliver Barrett Ipswich, Massachusetts ştatı. Yaşı 20. İxtisası İctimai Elmlər. Dekan siyahısı 1961, 1962, 1963-cü illər. Sarmaşıq Liqası çempionatının qalibi 1962, 1963-cü illər. Gələcək peşəsi hüquqşünas. Sonuncu kurs tələbəsidir. Exeterdə Phillips Akademiyasının məzunudur. Boyu 5 fut 11 düym. Çəkisi 185 funt. Dekan siyahısı semestrdə yaxud tədris ilində ən yüksək bal toplamış tələbələrin siyahısı. Sarmaşıq Liqası Amerika Birləşmiş Ştatlarının şimal-şərqində yüksək keyfiyyətli təhsil verən 8 universitetin yaratdığı assosiasiyaya verilmiş ad. Bu universitetlərin hamısının köhnə binalarında divarlar sarmaşıqla örtülü olub. Amerika Birləşmiş Ştatlarının New Hampshire ştatında, Exeter şəhərində tam orta təhsil verən qədim nüfuzlu özəl məktəb. Bir İngilis futu 0,3048 metrə, bir İngilis düymü 2,54 santimetrə bərabərdir, 5 fut 11 düym 179,2 santimetrdir, çəkisi 185 funt. Əlbəttə, Jenny artıq mənim haqqımda bu məlumatları proqramdan oxuyub. Vic Clayman, bizim menecer, onun pulsuz paylanan proqramlardan birini götürdüyünü öz gözləri ilə görüb. 3 dəfə soruşmuşam, sən Allah Barrett, nədir? Olmaya ilk dəfədə görüşə qız çağırırsan. Yum ağzını Vic, yoxsa dişlərini döşəmədən yığmalı olacaqsan. Biz oyundan qabaq əzəllərimizi açmaq üçün buz üstünə çıxanda mən nəinki Jenny'yə əl etmədim. Heç o oturan tərəfə də baxmadım. Gör, necə pis oğlanam. Bununla belə əmin idim ki, Jenny gözaltı onu izlədiyimi düşünür. Birləşmiş Ştatların himni səslənəndə eynəyini bayrağa sonsuz məhəbbət əlaməti olaraq çıxarmamışdı ki. İkinci hissənin ortalarına kimi hesab açılmasa da, artıq biz Dartmouth'u üstəliyirdik. Davy Johnston'la mənim rəqib qapısının torunu deşməyimizə az qalırdı. Bunu hiss edən yaşıl əclaflar kobud oynamağa başladılar. Yəqin biz hesabı açmamış, onlar bir-ikimizin qabırğasını sındırmaq istəyirdilər. Artıq qan iyi hiss edən tamaşaçılar vəcdə gəlmişdilər, bar-bar bağırırdılar. Hokkey oyununda qan deyəndə, həqiqətən buz üstündə qan, yaxud heç olmasa qol nəzərdə tutulur. Azarkeşlərin tələbinə həmişə hörmətlə yanaşan bir oyuncu kimi, mən həmişə çalışmışam ki, onların nə qan, nə qol arzularını gözlərində qoymayım. Dortmundun mərkəz hücumçusu Ol Ridding bizim göy müdafiə xəttimizə yaxınlaşanda mən onun qarşısına çıxdım. Biz az qala əlbəyaxa olduq. Mən güclü çıxıb şaybanı aldım və əks hücuma keçdim. Azarkeşlər boğazlarını cırırdılar. Sol tərəfimdə Davy Johnstonu görürdüm, amma işi özüm axıra çatdırmaq istəyirdim. Rəqibin yastı yapalaq, biraz da qorxaq qapıcısının gözünün odunu hələ o Deerfield komandasında oynayanda almışdım. Amma məni haqlamış 2 Dortmundlu müdafiəçini çaşdırmaq, zərbə anında şaybanı itirməmək üçün qapının arxasına keçib dövrə vurmalı oldum. Onlar fəndimi anladılar və üçümüz də qapı arxasında bir-birimizə qarışdıq. Adətən belə vəziyyətdə mən rəqib formasında kimi görsəm vururam. Şayba ayaqlarımızın arasında ilişib qalmışdı. Bizsə oyunu yaddan çıxarıb var gücümüzlə bir-birimizə yumruq atırdıq. Qəfildən hakimin fiti eşidildi. Sən, 2 dəqiqə cərimə! Başımı qaldıranda hakimin mənə tuşlanmış barmağını gördüm. Mən niyə? Hansı qaydanı pozdum ki? Bəsdə hakim, mən axı nə elədim?
Amma hakim dialoqun davamına azacıq da olsa həvəs göstərmədi. Üzünü oyuna nəzarət edən rəsm nümayəndələrin əyləşdiyi masaya tərəf çevirib, 7 nömrəli oyunçu 2 dəqiqə deyə qərarını təsdiqlədi. Mən etiraz etdim. Hərçənd bu heç nəyi dəyişdirmirdi. Azərkeşlər istəyirdilər ki, sevdikləri oyunçular ən kobud qayda pozuntusuna yol verdikləri hallarda belə cəza qərarına öz etirazlarını bildirsinlər. Mən də onlar xoşladıkları kimi elədim. Hakim əlini yellədi və mən bir təhər hirsimi boğub könülsüz cərimə sxamyasına tərəf getdim. Qapını açmadan bortun üstünə açdım. Kankilərimin ülgücləri taxta döşəməni xırçıldatdı. Ardınca diktorun əsəblərimi biraz da cırmaqlayan səsi eşidildi. Cərimə, Harvard komandasından Barrett, 2 dəqiqə. Tribunaları hakimi fitə bastı. Harvard tələbələrindən bəziləri onun görmə qabiliyyəti, şərəf və ləyaqəti ilə bağlı dərin şübhələrini qışqırıqla ifadə etdilər. Mənsə oturub nəfəsimi dərməyə, nə yuxarıya, nə aşağıya, bu dəqiqələrdə Dortmundluların sayca bizdən üstün olduqları buz meydançasına baxmamağa çalışırdım. Dostların orada meydançada çarpışırlar. Bəs sən niyə burada oturmusan? Cenninin səsi idi. Ona cavab verməkdənsə komanda yoldaşlarımı ruhlandırmağa üstünlük verdim. İrəli, Harvard, şaybanı onlara verməyin. Sən nə pis iş gördün? Bu dəfə Jenniyə tərəf döndüm. Əvvəl-axır onu bura özüm dəvət eləmişdim. Mən barıtını artıq elədim. Təzədən üzümü buz meydançasına çevirdim. Orada yoldaşlarım Ol Reddingin hesabı açmaq cəhdlərinə sinə gərməyə çalışırdılar. Bu nədir? Böyük günah sayılır. Jenny, xahiş edirəm, mən diqqətimi cəmləmək istəyirəm. Diqqətini nəyin üzərində cəmləmək istəyirsən? Bu yaramaz Ol Reddingin ağzını necə cıracağımı düşünürəm. Mən gözümü meydançadan çəkmir, heç olmasa yoldaşlarıma mənəvi dəstək verməyə çalışırdım. Sən çirkli oyunçusan, yaşıl əclaflar qapçımızın üstünə tökülüşmüşdülər. Oyunu gözdən qoymur, buzun üstünə çıxmağıma qalan saniyələri sayırdım. Jenny isə inadından əl çəkmirdi. Nə vaxtsa mənim də ağzımı cıra bilərsən, geri baxmadan hirslə cavab verdim. Səsini kəsməsən, elə bu dəqiqə bilərsən. Mən gedirəm, sağ ol. Mən geri dönəndə o artıq yoxa çıxmışdı. Dalınca baxmaq üçün yenicə ayağa qalxmışdım ki, cərimə vaxtının bitdiyi barədə elan verildi və mən bortun üstündən aşıb meydançaya atıldım. Kütlə qayıdışımı alqışlayırdı. Barrett yenə komandadadırsa, deməli hər şey yaxşı olacaq. Jenny harda gizlənirsə gizlənsin, mənim buza çıxmağımın tribunalarda yaratdığı canlanmanı görməyə bilməzdi. Geri gəlmişkən, görəsən, o hara yox oldu. Ol Redding çox güclü bir zərbə vurdu, amma qapçımız şaybanı qaytardı. Şayba Jin Kennabeyin əlinə keçdi. Jin onu mənə tərəf göndərdi. Mən şaybanın dalınca qaça-qaça bir anlığa gözlərimi qaldırıb Jenny-ni görmək üçün tribunalara baxdım. Gördüm, o buradaydı. Növbəti saniyədə arxa üstə yıxıldım. 2 yaşıl əclaf bircə anlığa diqqətimin yayınmasından istifadə edib dərhal üstümə atılmışdı. Aman tanrım, nə böyük rüsvayçılıq. Barretti yerə sərmişdilər. Dalım yerdə sürüşməyimi görən azarkeşlərimizin içindən inilti qopdu. Qanıma susamış Dartmouth azarkeşləri isə məni fitə basır, ələ salıb hoydu-hoyduya qoyurdular. Birini də yapışdırın. Görəsən Jenny indi nə fikirləşir? Şayba Dartmouthlularda idi. Onlar yenə qapımızın ağzına yığışmışdılar. Qapçımız bu dəfə də rəqibin zərbəsini dəf etdi. Şayba Kennabeyə keçdi. Kennabey onu Johnstona, Johnston isə mənə ötürdü. Mən artıq ayağa qalxmışdım. Azarkeşlərimiz dəri kimi bağırırdılar, qol tələb eləyirdilər.
Mən şaybanı alan kimi Dartmouthluların göy müdafiə xəttini keçdim. Qarşımda yalnız 2 müdafiəçi qalmışdı. İrəli Oliver, irəli! Onların başlarını bədənlərindən ayır. Bu hayküyün içərisində mən Cenninin qulaq batırıcı çığırtısını eşitdim. Onun səsində qəribə, hətta deyərdim ki, incə bir qəzəb duyulurdu. Mən müdafiəçilərdən birini aldatdım, ikincisinə isə elə zərblə çırpıldım ki, yaşıl əclafın nəfəsi kəsildi və o buzun üstünə çöktü. Sonra isə zərbə vurmaq əvəzinə şaybanı sağdan özünü yetirmiş Davy Johnstona ötürdüm. Davy onu birbaşa tora göndərdi. Harvard hesabı açdı. Biz bir-birimizin üstünə atıldıq. Qucaqlaşıb öpüşməyə başladıq. Mən, David və digər komanda yoldaşlarımız qucaqlaşır, öpüşür, bir-birimizin kürəyini döyəcləyir, atılıb düşürdük. Təsəvvür eləyin, ayağımızda kanki, tribunalar dağılırdı. Bayaq mən çırpıldığım Dartmouthlu hakkeyçi isə hələ də yerindən qalxa bilmirdi. Azarkeşlər proqramları başımıza yağdırırdılar. Biz həqiqətən Dartmouthluların boyunlarını qırmışdıq. Əlbəttə bu metaforadır. Yerdə qalmış oyunçu axır ki nəfəsini dərib özünə gəldi və yavaş-yavaş dikəldi. Biz rəqibi darmadağın etdik. 7-0. Əgər mən Harvardın şəklini otağımın divarından asacaq dərəcədə sentimental bir gənc olsaydım, bu heç şübhəsiz nə Winstop House yataqxanasının, nə Mem kilsəsinin deyil, Dillon Field House'un şəkli olardı. Dillon stadionunun. Mənə Harvardda, necə deyərlər, ruh evi seçmək imkanı versəydilər də, məhz bu evi seçərdim. Qoy Mat Rusey, buna görə lap mənim diplomumu ləğv eləsin. Yenə deyəcəyəm ki, Dillon mənim üçün Widener kitabxanasından qat-qat əzizdir. Nathan Rusey 1907-2001-ci ildə yaşayıb, Amerika maarifçisi, Harvard Universitetinin 24-cü prezidenti 1953-1971-ci illər arası. Kollec həyatımda hər axşam mən ora gedərdim. Bir-iki yağlı söyüş işlədib, dostlarımla salamlaşardım. Sivilizasiya donunu əynimdən çıxardıb, kobud idmançıya çevirilərdim. Hər axşam altdan zirehlərini taxmaq, üstdən 7 nömrəli köhnə köynəyini əyninə keçirmək. Çox istəyərdim ki, məndən sonra bu köynəyi daha heç kimə verməsinlər. Heyf olmadı. Kankilərini çiyninə atmaq və Dillon binasından çıxıb, komanda yoldaşlarınla zarafatlaşa Watson buz meydançasına yönəlmək necə də həyəcanlı, necə də gözəl idi. Bundan da gözəli oyundan sonra Dillona qayıtmaq idi. Tərli formanı yerə atırsan, anadan gəlmə lüt, yorğun arığın dəsmal götürüb yuyunmağa gedirsən. Bugün necə oldu, Olli? Əla, Richie, əla, Jimmy. Sonra isə şırıldayan suyun altında durub, ötən şənbə gecə kiminlə yatdığı və nə oyunlardan çıxdığı haqda çərinləmələrə qulaq asırsan. Mount Ida kollecindən olan və totuq-motuq qızlarla yaxşıca keyf etdik, bilirsən. Mənim komanda yoldaşlarımdan bir üstünlüyüm var idi. Bu səsküydən aralı öz düşüncələrimə dalmaq imkanım olurdu. Məsələ burasındadır ki, Tanrı məni yaradanda axmaq bir diz əta eləyib. Niyə əta eləyib dediyimi başa düşmək üçün orduya çağırış vərəqimdəki qeydə baxmaq kifayətdir. Buna görə də hər oyundan sonra hidromasaj vannasında dizimi yumşaltmalıydım. Beləliklə, suyun dizimin ətrafında cızdığı dövrələrə baxa-baxa bədənimdəki qançırları və əzikləri saya,
onlarla həmişə fəxr eləmişəm. Eyni zamanda heç nə və hər şey haqqında düşünə bilirdim. Həmin axşam mən iki gözəl qol haqqında, birini özüm vurmuşdum, o birini isə ötürməyimlə vurmuşdular və dalbadal üçüncü dəfə sarmaşıq liqasının qalibi olmaq şansımız barədə düşüncələrə dalmışdım. Dartmut üzərində qələbə nəticəsində çempionluq artıq ovcumuzda idi. Vanna qəbul edirsən, Olli? Gələn məşqçimiz Jackie Felt idi. O həm də özünü bizim mənəvi atamız təyin etmişdi. Qayğımıza qalırdı. Yox, maşın sürürəm. Səncə mənim burada gördüyüm iş nəyə oxşuyur, Felt? Məşqçi güldü, sifəti axmaq ifadə aldı. Bilirsən, sənin dizinlə bağlı probleminin səbəbi nədir, Olli? Deyim, mənim dizimi göstərmədiyim həkim qalmayıb. Amma Felt əlbəttə özünü onlardan bilikli hesab edir. Sən düzgün qidalanmırsan. Söhbəti davam etdirməyə həvəs göstərmədim. Sən duzlu şeyi az yeyirsən. Görəsən ona inandığımı desəm əl çəkər? Oldu, Jack. Bundan sonra duzlu şeyi çox yeyərəm. Aman tanrım, alındı. Jack borcunu axıradək yerinə yetirmiş adam kimi, özündən razı halda, sifətində həmin axmaq ifadə çıxıb getdi. Əsas odur ki, mən tək qaldım. Boğazacan isti suya batdım. Ağırlı əzalarımın şirin sızıltısından ləzzət ala-ala gözlərimi yumdum. Oxay! İlahi, Jenny bayırda məni gözləyir. Yəni, ümid eləyirəm, hələ gözləyir. Görəsən, nə qədər vaxtdır ki, mən burada isti suyun içində nazlanıram, Jenny isə Cambridge-in soyuğunda titriyə-titriyə qalıb. Mən sürətlə geyinməkdə bütün dünya rekordlarını qırdım. Dillonun mərkəzi qapısından güllə kimi çıxanda hələ kifayət qədər qurumamışdım. Soyuq hava sifətimi yandırdı. Əsil şaxta idi. Ətraf qaranlığa bürünmüşdü. Bir neçə ən sadiq azarkeş qapının ağzını kəstirib gözləyirdi. Bunlar əsasən hokkeyə dəlicəsinə vurğunluqlarını heç cürə ürəklərindən çıxara bilməyən köhnə universitet məzunlarımız idi. Qoca Jordan Jenks kimi istər öz meydançamızda olsun, istər səfərdə bir oyun belə buraxmırdılar. Böyük bir bankın rəhbəri ola-ola, Jenks buna necə vaxt tapırdı, hələ də başa düşə bilmirəm. Ən başlıcası isə bu onun nəyinə gərək idi. Səni bugün yaman sıxışdırdılar, Oliver. Elədir, cənab Jenks. Özünüz bilirsiniz, bunlar necə oynayırlar. Boylana-boylana Jenny axtarırdım. Bəlkə gedib, görəsən belə soyuqda və qaranlıqda Redcliffe-ə qədər uzun yolu tək necə keçib. Azarkeşlərdən 3-4 addım aralanıb, gözlərimi qaranlığa zillədim. Jenny! Qəflətən kollardan birinin dalından üzünü şərflə sarmış, yalnız gözləri görünən qız çıxdı. Ey, Preppi! Burada cəhənnəm soyuğu var. Onu görməyə necə də şad idim. Jenny! Elə sevinmişdim ki, özümü saxlaya bilməyib, yavaşca onun alnından öpdüm. Mən sənə icazə verdim. Nəyə? Məni öpməyə icazə verdim. Bağışda, sevinçdən ağlım başımdan çıxdı. Mənimsə ağlım üstümdədir. Azarkeşlər dağılışmışdı. Biz tək qalmışdıq. Ətraf zülmət, hava çox soyuq idi. Mən onu yenə öpdüm. Amma bu dəfə alnını nişana almadım və öpüş yüngül olmadı. Ah, o uzun və gözəl saniyələr. Nəhayət mən aralandım. Jenny isə paltomun qolunu buraxmadı. Bu heç xoşuma gəlmir. Nə edirsən, Jenny? Səninlə öpüşməyin xoşuma gəlməyini. Geriyə piyada qayıtdıq. Mənim maşınım vardı, amma Jenny gəzmək istədiyini dedi. Bütün yolu o paltomun qolundan yapışmışdı. Mənim yox, paltomun qolundan. Niyə? Özüm də bilmirəm. Biz Brixhold'un kandarında sağollaşanda onu qəsdən öpmədim. Qulaq as, Jenny,
Ola bilsin bir neçə ay sənə zəng etmədim. O bir müddət dinmədi, nəhayət soruşdu. Niyə ki? Ola da bilsin, otağıma çatan kimi birinci sənə zəng etdim. Bunu deyən kimi dönüb uzaqlaşdım. Əclaf! Arxadan Cenninin səsini eşitdim. Ayaq saxladım və sonuncu zərbəni vurdum. Görürsən, Cenni, başqalarını ələ salmağı xoşlayırsan, özünsə eyni şeyə dözmürsən. Bu dəqiqə Cenninin sifətinin ifadəsini görməkdən ötürü ürəyim gedirdi. Amma geri dönmək olmazdı. Tətbiq etdiyim strategiya buna qadağa qoyurdu. Evə qaydanda otaq yoldaşım Ray Strattonu 2 nəfər futbolçu dostu ilə poker oynayan gördü. Hello, begemotlar! Onlar müvafiq surətdə xortuldayaraq salamma aldılar. Bu gecə işlərin necədir, Olli? Ray maraqlandı. Bir ötürmə, bir gol. Dartmouth'la oyunumuzu nəzərdə tutub cavab verdim. Kimin qapısına? Kavillerinin? Sənə qalmayıb. Acıqlandım. O kimdir? Deyə begemotlardan biri soruşdu. Jenny Kavilleri. Ray izahat verdi. Şu iş bir musiqiçi qız var. Mən beləsini tanıyıram. İkinci vəhşi də söhbətə qoşuldu. O ki, ölüvayın biridir, bu çobud və səfih əbləhlərə baş qoşmadan telefonu götürüb yataq otağına keçdi. Özü də bağ cəmiyyətində piano çalır. Stratton dilini dinç qoymurdu. Bəs Batterin cəmiyyətində o nə çalır? Belə tezliklə çalmaz hələ. Yəqin notları öyrənir. Biraz da nazqoz eləyir. Qonşu otağı xorultu, ulaşma, kişnəmə səsləri doldurdu. Heyvanxanada bayram idi. Vəhşilər gülüşürdülər. Centilmenlər, şənliyi qapalı elan etdim. Yumun ağzınızı. Qeyri-insani səsləri eşitməmək üçün qapını bağladım, ayaqqabılarımı soyunub arxası üstə çarpayıya uzandım və Jenny'nin nömrəsini yığdım. Biz pıçıltı ilə danışırdıq. Ey, Jen, nədir? Jen, əgər desəm ki, tərəddüd eləyirdim. O isə gözləyirdi. Əgər desəm ki, məncə sənə vurulmuşam, nə cavab verərdim? Pauza çox uzun çəkdi. Cavab verərdim ki, Jenny'nin səsi lap yumşalmışdı. Deyərdim ki, tamam gicdəmisən. O dəstəyi atdı. Düzünü deyim, nə dilxor oldum, nə də təəccübləndim, nə də təəccübləndim, nə də təəccübləndim.